Aha, yaxşı uşaqlar. Bax belə bir materialımız var. Bu material yeni salınıbdır. Adjective relative clauses. Uşaqlar, burada biz hansı material bilməliyik? Bilməliyik conjunction, bağlayıcı, bir də bilməliyik complete. Bax bu iki materialı bilərəkdən bir də mübtəda xəbər uzlaşması uşaqlar, agreement edə bilməliyik sözün düzü. Bax bu üç materialı bilərəkdən biz rahatlıqla edə bilərik. Yəni tək bir materialın uzlaşması deyildir, bir neçə materialın birləşməsidir. Deyir ki, I haven't read the novels. Novellaları oxumamışam. Mən gedirəm, baxıram birinciyə, deyir ki, that have translate. Mən başa düşürəm ki, novella özü-özün tərcümə edə bilməz. Burada olmalıdır that have been translated. O səbəbdən dərhal biri siləcəm. Which they have translated olmalıdır uşaqlar. Çünki ardıcıllıqda complete'in ardıcılığında, bax complete səndən tələb edir, düzdürmü? Complete'in ardıcılığında uşaqlar deyir ki, bağlayıcı, bax, bağlayıcı conjunction, üstə gəl, subject, yəni ki, mübtəda və üstə gəl sonra predicate, yəni xəbər. Başa düşdük uşaqlar, nə tələb elədi? Complete'in ardıcılığında nə tələb olunur uşaqlar? Conjunction, bağlayıcı, subject, mübtəda və predicate, xəbər. O səbəbdən də mən dərhal silirəm ikini, çünki have they deyil də they have olmalıydı. Üçü götürəcəm, çünki which have been translated uşaqlar cümlə gedibdir məhsul növə. Bəs sən indi burada mənə deyərsən ki, bəs yuxarıda complete tələb edir, aşağıda da sən mənə deyirsən ki, bağlayıcı mübtəda xəbər. Mən də sənə deyirəm ki, uşaqlar cümlə məşğula gedibsə, artıq mübtədaya ehtiyac yoxdur, çünki biz bilirik ki, məşğul növdə icra edən olmur. Doğrudur? O səbəbdən. Dördü götürəcəm əlbəttə ki, which they have translated, hansı ki onlar bəli tərcümə etdilər və that has been-i 5-i silərəm. Çünki yuxarıdakı novels cəmdədir və mənim uzlaşmamda xəbərim də cəmə gedəcəkdir məhz bu səbəbdən. Sildim, doğru variantım olacaqdır 3-4B variantı. Aydın oldu bu test? Geri qayıdış edib siz izah edəcəksiniz, o səbəbdən də diqqət olun. Uşaqlar 2-dən eləmirəm demək olar ki, eyni testi o səbəbdən eləmirəm. Amma gedirəm 3-ə məsəl üçün, 3-ə edərəm, çünki eyni deyirlər. Sonra birinci nöqtələrdən əvvəl devey görmüşəm. Mən də bilirəm ki, nöqtələrdən əvvəl devey həm yer məkanı ifadə edə bilər, həm də cansız ifadə edə bilər. Uzun sözün qısası burada həm where mümkündür, həm which mümkündür, həm that mümkündür. Dərhal siləcəyim material what'dur. Çünki what heç bir təqdirdə cansızı ifadə edə bilməz və ya canlını ifadə edə bilməz. Yalnız feillə istifadə olunacaqdır. İndi mən burada deveyi bir də təkdə görmüşəm. Düzdürmü? Bir də burada indiki zaman görmüşəm. Zaman uzlaşmasına da fikir verməliyəm. Bu səbəbdən də mən dərhal ledi sildim, lidsi götürdüm D variant olaraq. Başa düşdük uşaqlar? Və tərcüməyə geçsəm isə deyirəm ki, the way that leads to the forest, meşəyə aparan yol is being repaired, nə? Hal-hazırda təmir olunur. Başa düşdük uşaqlar? Dördüncü də eyni tipajlı, eyni tipli testi. O səbəbdən buraxıram ki, vaxtımıza qənaət eləyək. Və 5-ci də eyni tipli. Uşaqlar gedirəm 6-ya. Nöqtədən əvvəl canlı görmüşəm mən, düzdürmü? Canlı görmüşəmsə qaydada demişik ki, bağlayıcı qaydasında demişik ki, biz ya who, ya whom, ya da that ifadələrindən istifadə etməliyik, düzdür? İndi his demən, who brought the package. Biri götürəcəm, elə bir insandır ki, kim ki paketi gətirdi, düzdürmü? Və sən indi mənə deyərsən ki, nətər oldu, sən bayaqdan deyirsən ki, bağlayıcısı ya mübtəda gəl xəbər. Burada da bağlayıcıdan sonra birbaşa xəbər görmüşəm. Bu necə olur? Uşaqlar belə olur. Yadımda saxlayıram ki, who və what cümlədə birbaşa mübtəda funksiyasına çıxış eləyə bilirlər. Bu təqdirdə ondan sonra ikinci mübtədaya ehtiyac yoxdur. Birbaşa gəl xəbər olacaq. Aydındır? Elə bir insandır ki, kim ki paketi gətirdi. Başa düşdük? Başa düşdük uşaqlar? Demən gördüyüm üçün mən dərhal which-i siləcəm, cansız ifadədən siləcəm və dərhal uşaqlar 4-ü siləcəm. Çünki yadımda saxlayıram ki, who sual əvəzindən sonra birbaşa heç bir təqdirdə do did does köməkçi feil funksiyasında gələ bilməz. Dərhal 4-ü sildim. We met at the station. 3-ü götürərəm və sən mənə deyərsən ki, bəs bizim bağlayıcımız hanı? Mən də sənə deyirəm ki, cümlə intonasiya ilə də birləşə bilər. He is the man we met at the station. O bizim stansiyada qarşıladığımız adamdır. Başa düşdük? Və bu şəkildə də tərcümə olunacaqdı. Uşaqlar, 7 biraz fərqli testi, 7-yə fikir ver.
Deyir ki, all the designs, bütün dizaynlar presented by Mr. White. Uşaqlar, mən biri dərhal doğru olaraq götürəcəm. Səbəb ondan ibarətdir ki, bizdə feili sifətdir. Uşaqlar, baxmayaraq ki, feili sifət mövzusundan proqramdan yığışdırıblar, amma gətiriblər, təsəvvür eləyin ki, bu tipli materialın içərisində feili sifəti salıblar. Uzun sözün qısası, uşaq burada feili sifətin nə olduğunu bilməlidir ki, götürə bilsin. Deyir ki, all the designs presented by Mr. White. Mr. White tərəfindən təqdim olunan yəni eşitdikmi? Bu feil sifətdirmi? Bəli, o səbəbdən biri götürəcəm. Which were presented. Hansılar ki, təqdim olunmuşlar uşaqlar. Cümlə məşğul növə gedib də ikini təbii ki, doğru getirəcəm. Üçü silərəm, çünki burada votdan söhbət gedir. Bəli, vot var. Çünki biz dedik ki, uşaqlar, vot yalnızca feili ifadə edə bilər, hər hansı bir canlı və ya cansızı ifadə edə bilməz. Başa düşün uşaqlar. 8 də demək olar ki, eyni şeydir, 9 da eynidir və 10 da demək olar ki, eynidir. İstəyirsiniz 11-ə bir baxaq uşaqlar. Burada mən qrif sözü görmüşəm və bu cansız qəm-kədər mənasını ifadə edir. Doğrudurmu? Cansız olduğu üçün mən dərhal votu sildim. Düzdür? Çünki dedik vot feili ifadə edir. Və yeni sildim yer məkanımı ifadə edir. Huzu sildim. İki isim arası tələb edir. Düzdürmü? Huzun özəlliyi nədir uşaqlar? İki isim arası istifadə olunur. Bunları sildim və gedirəm ikisi arasında və baxıram ki, qrif təkdədir. Təkdədirsə vörü dərhal sildim. Yəni mübtədə xəbər uzlaşmasına da fikir vermək şərti ilə E variantını doğru götürürəm. Başa düşün uşaqlar, çətin bir şey varmı burada? Sadəcə bir qədər diqqətli olmaq lazımdır. Demosk, uşaqlar, nöqtədən əvvəl mosk sözü görmüşəm və bu yer məkanını ifadə edir, məscid mənasını ifadə edir. Belə çıxır ki, mən burada silə biləcəyim birinci votdur, vendi, bir də hudur. Və yenə dət arasında qalaram və getməliyim, demək ki, tərcüməyəm. Dət Tağıyev Demosk that Tağıyev built for Tatars in St. Petersburg is still. Bəli uşaqlar, deyir ki, məscid hansı ki Tağıyev tikibdir uşaqlar. Hansı ki, hansı məscid? O məscid ki Tağıyev tikibdir. Başa düşdü? Və niyə görə olmaz? Çünki və-dən sonra uşaqlar və-dən sonra mütləq ki icraat gəlməlidir. Başa düşdük? Yəni, where it happened, harada ki bu baş vermişdi. Burada feil gəlib, amma icraatçı Tağıyevdir. Başa düşdük? Amma biz elə bir ardıcılıq götürməliydik ki, harada ki bu baş vermişdi. Birbaşa məkanın özündə baş verdiyini göstərmək üçün. Başa düşdük uşaqlar? O səbəbdən də biz biri götürə bilməliyik. Uzun sözün qısası, bunu seçməyin ən rahat, asan üsul təbii ki, tərcümədir. Tərcüməyə getdim, dərhal taparam. Başa düşdük? Təbii ki, biraz çətin versiyadır. Uşaqlar, məsəl üçün bu il bu düşməyib də, amma salınıb da, düzdürmü proqrama? Gələn düşmə ehtimalı çoxdur. Çünki burada 3 mövzunu qarşıma veriblər və bunlar deyəsən, növbəti illərdə uşaqlar qrammatika azaldığı üçün bir qrammatik materiallara 3 qrammatik point sala bilərlər ki, əvəzin çıxsınlar. Başa düşdük nə demək istədim? Bir də təkrar edirəm, yaxşı-yaxşı beyinlərimizə yerisin bu məqam. Uşaqlar, baxın, qrammatikada say azalması gedir, növbəti 11-ci ildə bilirsiniz, düzdürmü? Tərcüməyə üstünlük verilir, söz bazasına üstünlük verilir və qrammatikada uşaqlar bir grammar point əvəzinə 3 dənə versiyası, 3 dənə material uzlaşması sala bilərlər ki, yəni birində uşaq elə bil həm məşğul növə bilsin, həm agreementi bilsin, həmçində conjunction'ı bilsin. Başa düşün nə demək istədim? Bu tipli testlərin gələn ildən salınma ehtimalı yüksəkdir. Çünki grammar pointlər azalır və əvəzinin bu şəkildə çıxacaqlar. Başa düşdük? Nəticədə sən baxanda düşünürsən ki, cəmi 5 dənə qramar var. Amma baxırsan ki, yox, 5 dənə deyil deməmişkən, orada içərisində başqa qramar pointləri bilmək lazımıymış deməmişkən. Başa düşdük də demək istədim uşaqlar. O səbəbdən də çox-çox xahiş edirəm, verilən bütün materialı layiqincə, vicdanən öyrənin. Düzdür, sizdən nə istəyirik ki? İstədiyimiz tək şey öyrənməyimizdir, doğrudur? Məndə vicdan yoxdur. Allah köməyin olsun. Uşaqlar getdik növbətiyə. Yükləymək istəyirdim Allahın köməkliyi ilə. The hill, uşaqlar nöqtədən əvvəl hill sözü görmüşəm. Düzdürmü? Yer məkanımı ifadə edir. İndi mən burada votu, huzu dərhal silərəm. Which the hill which has
The world's longest name is situated in New Zealand. Bəli, uşaqlar deyir ki, dünyanın ən uzun adı olan təpə New Zealandiyada yerləşir. Hansı ki, düzdürmü? Və yəni qoysa mənə düzgün tərcümə eləməyəcəkdir təbii ki. Başa düşün uşaqlar. Və yaxud da ki, uşaqlar baxaq bura. King Charles III was crowned, deyir ki, uşaqlar taclandırıldı at the ceremony, mərasimdə. Düzdürmü? Mərasimdən burada söhbət gedir də, düzdürmü uşaqlar? Votu dərhal silərəm. Hələ ki, votu silirəm, gedirəm, görüm nə verəcəkdir buradan. Və ya was held deyə bilmərəm uşaqlar. Çünki mərasim, sırf mərasimdən gedir. Hansı ki, keçirilmişdir. Which took place, the variantını dərhal götürəcəm. Bəli, eynən. Hansı ki, baş verdi Westminster Abbey-də. Başa düşün uşaqlar. Deməli, çətin bir şey varmı burada? Çətin bir şey yoxdur. Sadəcə olaraq diqqətli olmaq lazımdır, tərcüməyə fikir vermək lazımdır və təbii ki, bağlayıcını bilmək lazımdır. Agreementə fikir vermək lazımdır. Bu diqqətli olmaq lazımdır, nəsə uzun sözün qısası. Uşaqlar, 19-u kimdir yerində? Which is made olacaqdır uşaqlar. When təbii tərcümə verməz, vote verməz, where verməz. Ümumiyyətlə is də, bəli, yəni intonasiya ilə də birləşməz heç bir təqdirdə. Və yaxud da ki, was furious at the god. Deyir ki, keşiyə əsəbləşmişdir, istənmişdir. Nöqtədən əvvəl god gəlib də, yəni. Vote'u dərhal sildim. Aha, sildim. Və event təbii ki, 4 dəstəfdir. Bəli, uşaqlar, which went hansı ki, getdi həyətə, that went to the yard, bəli. Bir də yadımda saxlayıram ki, uşaqlar, which-dən went, birbaşa sinonimlər, onlar arasında demək olar ki, heç bir fərq yoxdur uşaqlar, bəli, bir-birlərini rahatlıqla əvəz edə bilirlər. Nöqtədən əvvəl crop sözü görmüşəm. Votu dərhal sildim, V-ni dərhal sildim. A-da nə problem var? That contains olmadı. Çünki uşaqlar crop tagdədir, xəbər təkmə getməliydi. O səbəbdən sildim. Which it saved people's life ola bilməz. Çünki uşaqlar, mənim mübtədam cropdur. Təzədən mübtəda verə bilmərəm axı. Which is olardı, başa düşdün? O səbəbdən Y variantını sildim. The crop we know as corn. Deyir ki, uşaqlar, taxıl kimi tanıdığımız məhsul. Başa düşdük? İntonasiya ilə birləşibdir. C variantı təbii ki, doğru götürəcəm. Niyə görə Y variantını götürmədim? Çünki which-dən sonra yenidən mübtəda veribdir uşaqlar. Olmaz, xəbər gəlməlidir. Başa düşdük uşaqlar? O səbəbdən, yəni bu tipli uşaqlar həqiqətən də çaşqınlıq yaradan məqamları var. O səbəbdən də uşaqlar üçün, yəni uşaqların hamısı mənə yazıblar ki, müəllim çətin idi, izahata ehtiyacımız var. Mən də bunu yükləməmişdim sözünüzü, bunu buraxmışdım çünki bundan əmin idim ki, bu il düşməyəcəkdi. O səbəbdən YouTube-a yükləməmişdim. Amma indi bu dəqiqə məsəl üçün əminəm ki, gələn il düşmə ehtimalı çox yüksəkdir. O səbəbdən izah edirəm. Uşaqlar, 22-ni indi kimə nə izah edər? Uşaqlar, instructions görmüşəm, təbii cansızdır, votu sildim, V-ni sildim və qalıram, 3 arasında qalıram. Instructions cəmdədir, izi dərhal sildim. Which she gave, uşaqlar C variantı doğrudur. İndi deyir ki, be sure to follow the instructions, deyir ki, uşaqlar, hansıları ki o səhifənin lap başlanğıcında veribdir. Which she gave at the top of the page. D variantında nə problem var uşaqlar? Mütləq ki, sənin orada bir bağlayıcıya ehtiyacın vardı, intonasiya ilə birləşə bilməz. Bax, belə olmalıydı. Follow the instructions which are given. Çünki cümlə məhkul növdədir və məhkul növdə olduğu üçün uşaqlar sənə burada %100 bir dənə bağlayıcı lazım idi ki, cümlə tamamlansın. Yoxsa, yəni bu şəkildə intonasiya ilə birləşmə ehtimalı sıfırdır. Başa düşün uşaqlar? Aha, 23 sadədir uşaqlar, 24 də demək olar ki, o tiplisdən. Amma 25-ə baxmaq istəyirəm məsəl üçün. Bax, yadımda saxlayıram bu tipli bağlayıcılı cümlələrdə Z uzun. Uşaqlar canlını ifadə edir, unutmayaq. Nə dedim? Böyle. Newspapers are for those who want to know about important. Eynən uşaqlar, C variantı doğru olacaqdır. Deyir ki, qəzetlər
onlar üçündür ki, kimlər ki, vacib baş vermiş hadisələr haqqında öyrənmək istəyirlər. Hər yerdə baş vermiş hadisələr haqqında uşaqlar. Zeus'u dedim ki, canlını ifadə edir və təbii mütləq ki, cəmi ifadə edir. Ne olsa olmaz, dərhal sildim. Whose iki isim arasındadır, dərhal sildim. Daha uşaqlar təbii ki, təki ifadə edir. When isə sənə heç bir təqdirdə bağlayıcı olaraq düzgün tərcümə verməz. Başa düşün, uşaqlar müəyyən dərəcədə materialı. Newspapers are for those that don't know about. Tərcümə də vermir də. Tərcümə də vermir. Zətin burada yeri də yoxdur. Burada huya ehtiyac vardır. Birbaşa huya ehtiyac vardır. Başa düşün uşaqlar. Uşaqlar müəyyən dərəcədə başa düşün materialı. Dəqiq. İşləyə biləcək yerdə indi. Aha, bu görək də. Demək ki, gəldik neçəyə qədər? 25-ə qədər gəldik və siz gedəcəksiniz 70-ə qədər. Cəmi 50-dən testdir. İşləyəcəyik və izahlar tələb edəcəm uşaqlar. İzahlar tələb edəcəm. Yaxşı mı? Aha.